Salamlar, vaxtınız xeyirli olsun aziz ve değerli YouTube izleyicilerimiz. Bugün size Novxanıda 6 sotda, 6 sot çıxarışdadır. Kupçada 7 sota yaxın belə bir şəxsi tikili təqdim edəcəyik. Gördüyünüz kimi belə bir bağlı, bağçalı, panoramalı bir həyətdir. Evimiz taze yola yaxın bir ərazidə yerləşir. Size evimizin panoramasını da indi göstərək. Belə bir panoramalı bir yerdir. Həyətdəki hər cür ağaclar var. Gördüyünüz kimi ağ gilas, tut, nə bilim vişne, armud. Belə bir hər bir ağac var. Həyətdə də burada qabaqda gördüyünüz kimi 25 tonluq bir basinası var. Basinanın da üstünü evyəsi bisetka nəzərdə tutub. Burası bisetka eləməyib. İndi kim istəsə alan adam eləyə bilər. Burada indi evi size təqdim edir. Evimiz 5 otaqdan ibarətdir. Həyətdə ayaq yolusu da var. İndi sizə evi təqdim edir. Gördüyünüz kimi belə bir geniş dəhlizi var. Ev özü çox genişdir. Bir 30 kvadratlıq bir qonaq otağı var. İndi qonaq otağını sizə təqdim edirik. Evimiz demək olar ki torpaq qiymətinə satılır. İndi sizə qonaq otağını tam şəkildə təqdim eləyək. Gördüyünüz kimi belə bir qonaq otağı var. Bu da əlavə 3 dənə də fortuşkası var. Burada pəncərədən əlavə. İndi sizə bunun mətbəxini təqdim eləyək. Gördüyünüz kimi belə bir mətbəxi var. Mətbəx də heç də qonaq otağından balaca deyil. Azca fərq eləyir. Belə bir gözəl bir mətbəxi də var. Birinci mərtəbədə olan sanitar qoşağını sizə təqdim edirik. Birinci mərtəbədə sanitar qoşağı 2'nin 3'ədir. Gördüyünüz kimi evimizin kombi sistemidir. Kombisi de var. Birinci mərtəbə tam şəkildə isti oldu. İndi ikinci mərtəbədə olan 4 yataq otağını sizə təqdim edək. Gördüğünüz gibi bu birinci yatak otağı, bu ikinci yatak otağı. Yatak otaqları çok geniştir. Evimizin kondisioneri de var gördüğünüz gibi. Bu da ki üçüncü yatak otağıdır. Otaqlar şəxsi tikili olduğuna göre çok geniştir. Pəncərələri də ki tam şəkildə öz həyətinə baxır. Pəncərələrin qabağında heç bir maniyə yoxdur. Pəncərələr də ki tam şəkildə raşutkadır. Şimdi buradaki evimizin kombisidir. Burada balkonun hasarı bizde olmadığına göre balkonu təqdim edə bilmirik. Evimizin balkonu da var. Balkondan da gördüğünüz gibi güzel panoramalı bir yerdir. Evimiz 140 bin manatla satışa çıxıb. Real müşteri için indirim de olacak. Videomuzu beğendinizse kanalımıza abone olmayı unutmayın. Önceden teşekkürümüzü bildiririk.